Nümunə ilə bağlı müqayisə cədvəlindəki uyğun fikirləri müəyyən edin. İndi mən görürəm, bu çox gözəl otaqdır. Leksik mənası olmayan bir söz işlənib. Bəli, çox gözəl, çox burada ədatlı leksik mənası yoxdur. Quruluşca sadə zərf işlənmişdir. İndi sözü burada zaman zərfidir, sadədir. Lakin sağ tərəfdə də çox sevinirəm də çox miqdar zərfi olub, sadə olduğuna görə, ona görə 2 ortada olmalı idi və biz onu götürmürük. Mənsubiyə şəkilçili söz adlıq haldadır. Xalamın sözü mənsubiyyətdir, amma yəli yaldadır. Ona görə üçü də seçmirik. Cümlədə təsriflənməyən fe'l işlənmişdir. Verməsinə məslər işlənib. Deməli, 4 doğrudur. İşarə əvəzliyi eyni nitq hissəsini əvəz etmişdir. Bu çox gözəl otaqdır. Bu burada ismi əvəz edib. Mənə bu otağı, hansı otağı? Burada isə sifəti əvəz edib. Ona görə 5 yanlışdır. Təsriflənən fe'llər xəbər şəklindədir. Görürəm indiki zamanda xəbər şəklindədir. Sevinirəm də həmçinin xəbər şəklində olduğuna görə ortaq fikir kimi götürmək olar. Cavabımız 1, 4, 6-dır.